3 ayından 6 ayına qədər olan körpələrin gündəlik masajı necə olmalıdır? Körpələr yeməkdən minimum 40 dəqiqə sonra masaj edilməlidir. Otaq yaxşı havalandırılmalıdır. Otağın temperaturu 22 dərəcədən aşağı olmamalıdır. Masaj üçün əlləriniz isti olmalıdır. Əllərimizə uşaq kremi və ya bədən yağı çəkməliyik. Nəzərə alın ki, masaj prosedurunda Swiss Natura Baby kremindən və ya masaj yağından istifadə etsəniz, körpənizin dərisi nəinki nəmlənəcək, həm də masaj vaxtı soyuqdan qorunacaq. Çünki Swiss Natura Baby kremlərinin tərkibində şi yağı var. Bundan başqa, əgər körpənin bədənində xırda səpki və ya yaralar varsa, onlar tez bir zamanda sağalacaq, iltihablaşma aradan qalxacaq və nəhayət körpənin dərisi həm də müdafiə olunacaq. Çünki Swiss Natura Baby kosmetikasının tərkibində jojoba və şi yağı, çoban yastığı, Edelweiss və bənövşə ekstraktı var. Unutmayın ki, Swiss Natura Baby kosmetikasının tərkibi 95% təbii komponentlərdən ibarətdir. Unutmayın ki, masaj heç bir halda ağrı verməməlidir. Ağlayan uşağı masaj etmək olmaz. Körpəni yuxudan əvvəl masaj etmək olmaz. 3 aylıq körpənin masaj prosesinə daha balaca körpələrdən fərqli olaraq ovxalamaq da əlavə olunur. Əllərin masajından başlayırıq. Barmaqlarımızın ucu ilə yüngül hərəkətlərlə əllərini sığallayırıq. Qolun üst tərəfindən biləkdən çiyinə doğru 6 dəfə. Daha sonra ovxalamağa başlayırıq. 6 dəfə. Yenə də biləkdən çiyinə doğru. Masaj vaxtı körpəyə xoş sözlər deyin. Masaj etdiyiniz orqanların ona adını deyin. İkinci əli də eyni cür masaj edirik. Yenə də unutmayın ki, oynaqları, qoltuq altlıqlarını, göbəyi, sinəni, ayaqların içəri tərəfini və uşağın yanını masaj etmək olmaz. Mütləq masajı bədən hərəkətləri ilə birləşdirmək lazımdır. Qolları bu cür formada hərəkət etdiririk. Gah sağ əl üstə olur, gah da sol əl üstə olur. 6 dəfə. İndi isə əlin birini yuxarı, digərini isə aşağı hərəkət etdiririk. Dartmadan, yüngülcə. Daha sonra 2 əli birlikdə qaldırırıq. 6 dəfə. Qarnı da 6 dəfə saat əqrəbi istiqamətində sığallayırıq. Daha sonra ovxalayırıq. Saat əqrəbi istiqamətində sağ və sol tərəflərdə qabırğa altını masaj etmək olmaz. 5 ayından başlayaraq körpə oturmağa hazırlaşır. Buna görə də qarının köndələn əzəllərini bu cür hərəkətlərlə stimulə edirik. Keçirik ayaq masajına. Bir əllə ayağını tuturuq, digəri ilə isə barmağımızla dabandan barmaqlara doğru masaj edirik. 4 dəfə. Sonra isə barmaqları 1-2 dəfə. Daha sonra ayağın üstünü barmaqlardan yuxarıya doğru sığallayırıq. 6 dəfə. Sonra ayaqlarını üst tərəfdən masaj edirik. Aşağıdan yuxarıya doğru 6 dəfə. Bu cür formada ovxalayırıq 3 dəfə. İkinci ayaqla da eyni hərəkətləri təkrarlayırıq.
İndi ayaqları bu cür qatlayırıq. 1-1, 8 dəfə. İki ayağı da eləcə 6 dəfə. Daha sonra ayaqları dizdən aşağı tutub bu cür hərəkət etdiririk. 6 dəfə, amma içəri tərəfə. 6 dəfə. Sinənin masajına başlayırıq. Mərkəzdən kənarlara doğru 6 dəfə. Özü də barmaq ucları ilə. Daha sonra bu cür hərəkətlər edirik. 4 dəfə. Uşağı üzü üstə uzadırıq və bu cür formada sığallayırıq. Ovcumuzun içi ilə onurğanı əzmədən hər tərəfi 6 dəfə. Beş ayından sonra uşağı oturmağa öyrədirik. Yenidən uşağı yerinə astaca uzadırıq. 3 dəfə. Sonra uşağı ayaqlar üstə qoyuruq.